Azərbaycan Yazıçılar Birliyində isə yazıcı, publisist Pərvanə Mehmanqızının Əslində kitabının təqdimatı olub. Təqdimat mərasimində yazıçının poetik düşüncələrinə işıq salınıb, yaradıcılığından bəhs olunub. Süjetə baxaq. Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda yazıcı, publisist Pərvanə Mehmanqızının yeni kitabının təqdimatı oldu. Əslində adlanan şeirlər toplusunda müəllifin dünyaya baxışı, insan münasibətləri haqqında düşüncələri, arzuları öz əksini tapıb. Mən onun şeirlərini çox sevirəm, oxuyuram. Çünki onun şeirləri həyatla doludur. O həyatı yazır, həyatı olduğu kimi yazır. Onun düşüncələri müasir ədəbi proses üçün çox maraqlıdır. Yəni o başqasının tapdanmış asan yolu ilə getmir, təkrar fikir istehsalına söykənmir, öz yeni cığırını açır. Təqdimat mərasimində çıxış edənlər Pərvanə Mehmanqızı poeziyasının zərif qadın qəlbindən qopan güclü lirikaya malik olduğunu qeyd etdilər. Aforizmlərində də çox böyük məna kəsb edən fikirlər də var. Ondan başqa, ümumiyyətlə mən inanıram, Pərvanə Mehmanqızı təkcə bu gün üçün deyil, gələcək üçün də səsləşən poeziya nümunələri yaradır, aforizmlər yaradır və mən inanıram ki, onun gələcəkdə nəsr sahəsinə keçməsi də mümkündür. Azərbaycan milli qəhrəmanı Şükür Həmidov, polkovnik leytenant Atəm Əliyev, polkovnik leytenant Mehman Şirinov kitabları da daxil olmaqla ümumilikdə 7 nəşrin müəllifi olan Pərvanə Mehmanqızının daha çox şəhidlər haqqında yazması da təsadüfi deyil. Əslində, belə desək, yazılacaq, danışılacaq çox şeylər var. Əsas mahiyyəti ondan ibarətdir ki, insanın düşüncələrindən, lirikasından, psixologiyasından bəhs edir.